Qədim Olimpiya oyunları bizim eradan əvvəl 776-cı ildə 4 ildən bir keçirilirdi. Yunanıstanda Afina şəhərində. Və Qədim Olimpiya oyunlarının keçirildiyi müddət ərzində müqəddəs ay deyirdilər. Qədim Olimpiya oyunlarında ölçü vahidi 1,192 metr idi. Ölçü vahidi idi bu. Və hansı yarışlar olub? Boks, güləş, pentatlon, at yarışları, qaçışlar Qədim Olimpiya oyunlarında iştirak edilib. Qədim Olimpiya oyunları 1100 il ərzində keçirilmişdi. Romalıların Yunanistanı işğal etməsi nəticəsində 1-ci Feodosey belə deyirik ki, bizim eramızın 394-cü ilində Olimpiya oyunlarını qadağan etmişdi, keçirilməsini qadağan etmişdi və Olimpiya oyunlarının keçirilən qurğular, yarışlar, stadionları hamısını dağıtmışdı. Qədim Olimpiya oyunlarının stadionun tutumu 50.000 idi, həcmi. Qədim Olimpiya oyunlarında qalib gələn idmançılara yaşadıkları yerlərdə, kəndlərdə, rayonda, qəsəbədə deyək, büstləri qoyulurdu, heykəlləri qoyulurdu. Dəmir pulların üzərində onların şəkilləri və adları yazılırdı sikkə pulların üstünə. Sonra isə dəfnə yarpağı və zeytun budağından başlarına çələng qoyulurdu və bir sıra əhəmiyyətli hədiyyələr verilirdi. Qədim Olimpiya oyunlarında kimlərin iştirakına icazə verilmirdi? Barbarların, Yunan olmayan şəxslərin, quldarların, qadınların, uşaqların iştirakına icazə verilmirdi. Yalnız Yunan kişiləri, sərkərdələr deyək, pəhləvanları deyək, Yunanistanın tanınmış kişi idmançıları iştirak edə bilərdilər. Və indi Qədim Olimpiya oyunlarından sonra dedik ki, 1-ci Feodosey Olimpiya oyunlarını ləğv etdi, sonra nə zamandan Olimpiya oyunları keçirildi. 23 iyun 1894-cü ildə fransız baron Pierre de Coubertin Olimpiya oyunlarının keçirilməsi təşəbbüsünü irəli sürdü. Və deyirik ki, 23 iyun Olimpiya günü kimi qeyd olunur. 23 iyun 1894-cü ildə Olimpiya oyunlarının keçirilməsinə qəbul edildi və hətta deyirik ki, 1-ci Olimpiya xartiyası təsdiq olundu. 1-ci Olimpiya xartiyası təsdiq olundu. Və Olimpiya oyunları ilk dəfə 1896-cı ildə Yunanistanın Afina şəhərində keçirildi. Yunanistanın Afina şəhərində. Və belə deyirik ki, baron Pierre de Coubertin məqsəd ondan ibarət idi ki, əvvəl olan Olimpiya oyunlarının hansı ölkədə keçirilməsi, qaydaları biraz ona oxşar keçirilib. Məsələn, qədimdə də 1417 gündən bir, 4 ildən bir keçirilir. İndiki müasir Olimpiya oyunları da 4 ildən bir keçirilir. İlk Olimpiya oyunları Yunanistanda 1896-cı ildə keçirildi və yalnız kişilər qatıldı. 13 ölkədən 311 idmançı iştirak etdi. İlk Olimpiyanın Olimpiya Komitəsinin prezidenti Yunanistanlı Dimitri Vikalas oldu. 1-ci Olimpiya oyunları keçiriləndən sonra Dimitri Vikalas öz postunu baron Pierre de Coubertin'a həvalə etdi. Çünki ilk məqsəd nə idi elə prezidentinə Yunan olmağın? Çünki Olimpiya oyunları Yunanistanda keçirilib və Olimpiya oyunları Yunanistanda keçirilsə də belə ilk prezidentinə Yunanistandan olmalı idi. Sonra yenidən ikinci prezidenti deyir ki, baron Pierre de Coubertin'dur. Beynəlxalq Olimpiya Komitəsinin qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir. Düzdür, əvvəl kitablarımızda qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach'dır. Amma son 1 ay, 2 ay içində Beynəlxalq Olimpiya Komitəsində yenidən prezident seçkiləri oldu və orada Zimbabveli Christy Covenetri və Beynəlxalq Olimpiya Komitəsinin ilk qadın prezidentidir. İndiyə kimi Beynəlxalq Olimpiya Komitəsinin həmişə prezidentləri kişi olub və 10-cu prezidenti deyirik. Və ilk də qadın prezidentidir. Zimbabveli Christy Covenetri. Sonra isə gələk Qədim Olimpiya oyunlarının və müasir Olimpiya oyunlarının belə deyək simvollarına. Bildiyimiz kimi simvollar, nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiyanın özünün nişanlarına nəzər yetirək. Gələk Olimpiya məşəli. İlk dəfə Olimpiya məşəli 1928-ci ildə Hollandiyada, Amsterdamda keçirilən Olimpiya oyunlarında məşəl
ilk dəfə təqdim olunub 1928-ci ildə. İlk dəfə indi məşəl estafeti. Məşəl estafeti nədir? Bakı 2015 Avropa oyunlarında gördüyünüz kimi atəşgah məbədindən odu götürdülər və respublikamızın hər bir tərəfində o məşəl estafeti bir-birinə ötürüldü. Estafet nədir? Ötürülmə deməkdir. Bunu atletika mövzusunda da deyəcəyik. Və məşəl estafetinə keçirilən ölkənin hər bir şəhərində, hər bir rayonunda, hər bir qəsəbəsində o məşəl estafeti belə deyirik ki, ötürülür. Məşəl estafeti 1936-cı il Berlin Olimpiya oyunlarından artıq estafet iştirak edilib. 1936-cı ildə belə deyirik, Yunanistandan alov götürüldü və artıq gəlib Berlinə, Berlinin şəhərli Almaniyanın bütün şəhərlərini gəzəndən sonra Berlində Olimpiya oyunlarının keçirildiyi stadionda dalğalanıb yandırılıb. Məşəl alovlandırılıb. Və onu da deyirik ki, bu Olimpiya məşəllə estafetinin hətta bəzi vaxtlarda kosmosda, suyun altında da dalğalanıb. Məsələn, 1976-cı ildə Montreal Olimpiya oyunlarında elektronikanın köməyi ilə peyk vasitəsilə, yəni peyk vasitəsilə dalğalandırılıb, gəzib. 2000-ci il Sidney Olimpiya oyunlarında okeanın altından, sönmədən suyun altından keçirilib. 2014-cü ildə Soçidə keçirilən qış Olimpiya oyunlarında kosmosa dalğalanıb və kosmosda çıxarılıb. Bunlar hamısı yəni məşəl estafetinə aiddir. Gələk Olimpiya bayrağına. Olimpiya bayrağına ilk dəfə Baron Pierre de Coubertin 1913-cü ildə təşəbbüsünü irəli sürüb. Ancaq 1-ci Dünya müharibəsi nəticəsində Olimpiya oyunları keçirə bilməyib və 1920-ci ildə Belçikanın Antwerpen şəhərində keçirilən Olimpiya oyunlarında ilk dəfə Olimpiya bayrağı dalğalanıb. İndi bir məqama nəzər yetirək. Olimpiya bayrağında soruşsam neçə rəng var? Deyirik 6 rəng. Ağ rəng, çünki niyə? Bayrağın üzərində ağ rəng olur. Biz birinci deyirik ağ rəng var. Sonra isə ağ rəngin üzərində olan rəngləri deyirik ki, 5 dənə müxtəlif rəng var. Hansılardır? Göy rəng, sarı rəng, qara rəng, yaşıl rəng, qırmızı rəng. Və fikir versək bu rənglərə baxarıq ki, 5 dənə xalqanın heç də hamısı bir-biri ilə əlaqəli şəkildə bağlı deyil. Yəni Euler-Venn diaqramı deyirik ya, o cür bağlı deyil. Mavi rəng sarı rənglə, sarı rəng qara rənglə, qara rəng yaşıl rənglə, yaşıl rəng qırmızı rənglə bir-birinin əlaqəsi var. Əgər biz əvvəlki illərdə müəllimlərin şəqabul imtahanına düşmüş bir sualı yadımıza salaq, əvvəl düşmüşdü ki, əgər Olimpiya bayrağındakı 5 dənə müxtəlif rəngli halqanı bir xəyali ox üzərində açaraqsa, hansı rəng bir-biri ilə bağlıdır? Deyirik, mavi, sarı, qara, yaşıl, qırmızı. Yəni bir düz xətt boyunca nəzərə alsaq və onu deyirik ki, Olimpiya bayrağında olan rənglər əvvəllər deyirdilər ki, dəqiq məlumatlar deyil idi. Bu hər bir rəng hər hansısa bir qitəni təmsil edir. Xeyr, bu yanlış məlumatdır. Baron Pierre de Coubertin bu təşəbbüsü irəli sürərkən demişdir ki, dünya xalqları içində elə bir bayraq yoxdur ki, orada Olimpiyanın bayrağında, loqosunda olan rənglər olmasın. Həqiqətən də baxdığımızda dünya bayraqlarına baxanda elə bir ölkə yoxdur ki, heç olmasa orada Olimpiyada olan 5 rəngdən bir rəng onun bayrağında olmasın. Həqiqətən də elədir. Orada olan 5 rəngdən biri elə bir dünyanın xalqının elə bir bayrağı yoxdur ki, orada o 5 rəngdən bir rəng olmasın. Bunu Baron Pierre de Coubertin irəli sürmüşdür bu təşəbbüsü. Olimpiya anında 1906-cı ildə Baron Pierre de Coubertin tərəfindən irəli sürülmüşdür. Lakin 1920-ci ildə ilk dəfə bu Olimpiya andı deyirik ki, ondan istifadə olunub. 1920-ci ildə qılınc oynatma və su polosu üzrə idmançı olan Victor Boyn tərəfindən irəli sürülüb bu təşəbbüs. Victor Boyn tərəfindən. Olimpiyanın himninə nəzər salaq. Olimpiya himni ilk dəfə 1896-cı ildə ilk dəfə Yunanistanda keçirilən müasir Olimpiya oyunlarında Baron Pierre de Coubertin tərəfindən irəli sürülmüşdü. Lakin 1857-ci ilə qədər Olimpiya himnindən istifadə olunmamışdı. Lakin 1960-cı ildən Roma Olimpiya oyunlarından sonra hər bir ölkənin qarşısına məqsəd qoyulmuşdu ki,
Olimpiya oyunlarının açılışı zamanı və yaxud bağlanışı zamanı Olimpiya himnindən istifadə olunsun. Gələk talismanlara. Talismanlar nədir? Bəzi yerlərdə maskotlar da deyirik. Hər hansısa məsələn idman növlərinin dünya çempionatlarında, Avropa çempionatlarında bu talismanlardan istifadə olunur. İlk dəfə talismanlar 1968-ci ildə Grenoble qış Olimpiya oyunlarında istifadə olunub. Ancaq rəsmi talismanlara nəzər salsaq, 1972-ci ildə Münhen Olimpiya oyunlarında taksa it cinsindən Valde adlı itdən istifadə olundu. Sonra 1968-ci ildə qeyri-rəsmi talismanlar olub və 1980-ci ildə SSRİ-də keçirilən Olimpiya oyunlarında Maşa talismanından da istifadə olunur. Gələk Olimpiya şüarlarına. 2025-ci il müəllimlərin şəqabul imtahanına düşmüş bir sualı nəzərə yetirək. Orada sözlər verilmişdi və deyirdi Olimpiya şüarlarını seçin. 4 dənə Olimpiya şüarı var. İndiyə kimi bəzi məqamlarda 2023-2024-cü ilə kimi deyirlər Olimpiya şüarı 3 dənədir. Lakin deyirik ki, Olimpiya şüarı 4 dənədir. Citius, Aetius, Fortius, Commenter. Və yaddan çıxarmayın ki, müəllimlər, bunun hər birinin tərcüməsini bilmək lazımdır. Citius daha sürətli, Aetius daha yüksək, Fortuner daha güclü, Commenter birlikdə. Bunlara gələndə açar sözlərlə yadda saxlayaq. Daha belə yadda saxlayın. Citius daha sürətli, Citius daha sürətli, S. Aetius, yəni belə düşün ki, Aetius daha yüksək. Fortius, o Fortuner sözündən yadda saxlayın. Fortius, Fortuner sözündən daha güclü. Commenter birlikdə sözlərindən. Yəni bu sözləri də belə yadda saxlayın. Əsasən şüarlar 1924-cü ildən Olimpiya oyunlarında istifadə olunub. Baron Pierre de Coubertin hətta belə bir sözü də var ki, əsas Olimpiya oyunlarında qalib gəlmək yox, iştirak etməkdir. Gələk indi Olimpiya medalları haqqında məlumat verək. Müasir Olimpiya oyunlarında yalnız 1-ci Olimpiya oyunlarından sonra, yəni 1896-cı ildə keçirilən Olimpiya oyunlarından sonra idmançılara medal taxılmağa başladı. Və 1896-cı ildə yalnız kişilər idi. Olimpiya tarixində ilk qızıl medal qazanan idmançı Amerikalı üstəkanla tullanmada James Brown Cannoli. Üstəkanla tullanmada o 13.71 metr deyirik ki, rekordu olub, birinci yerə çıxıb. Qadınlarda isə ilk qızıl medal. Qadınlar Olimpiya oyunlarına 1900-cü ildə qatılıb. 1900-cü ildə qadınlar qatılıb və 1900-cü ildə Parisdə keçirilib. Fransanın paytaxtı Paris şəhərində keçirilib. 1900-cü ildə ilk qızıl medal qazanan, yəni qadınlardan ilk qızıl medal qazanan Amerikalı tenisçi Sheila Cooper olmuşdu. Olimpiya challenge-dən yenə bir daha danışım sizə. Deyirik Herakl tərəfindən atnalı və dairə formasında zeytun budağının dəfnə yarpağından istifadə olunmuşdu. Və Olimpiya oyunları deyirik Zevsin şərəfinə keçirilmişdi. Qədim Olimpiya dağ adından götürülüb. 1417 gündən bir, 4 ildən bir keçirilib. Qadınlar ilk dəfə 2-ci Olimpiya oyunlarında iştirak ediblər. Və bir də onu demək istəyirəm ki, Olimpiya oyunlarında, yəni müasir Olimpiya oyunlarında bizə veriləndə baxırıq, fikir verməliyik şüarlara, ilk dəfə kişilərin qatılması, qadınların qatılması, sonra ilk dəfə neçə ölkənin olması, əsas təsisçinin kim olması, bunlara nəzər yetiririk.